Dəyərli Bayraqdar izləyiciləri, hər birinizi xoş gördük. Bugün sizə insan sağlamlığının əsas istiqamətlərindən biri reabilitasiyadan danışacağıq. Biz hal-hazırda yeni robotik reabilitasiya mərkəzindəyik. İnsan bəzən sağalması üçün təkcə müalicə ilə yekunlaşmır. İnsan üçün ən önəmlisi yenidən həyata, hərəkətə və gündəlik yaşamına qayıda bilməsidir. Məhz bu prosesdə reabilitasiya və fizioterapiyanın rolu danılmazdır. Suallarımız çoxdur, suallarımızı isə fizioterapist Vaqif Abdullayev cavablandıracaq. Vaqif, xoş gördük sizi. Bugün biz reabilitasiya və fizioterapiyadan danışacağıq. Ümumiyyətlə, fizioterapiyanın reabilitasiya rolundan. Ümumiyyətlə, reabilitasiya nədir? Fizioterapiya nədir? Bunlardan başlayaq. Daha çox sonra artıq proses necə baş verir, ondan danışaq. Salam, Nəmin xanım, xoş gördük. Reabilitasiya xəstəlik, travma, yaşlanma və ya anadan gəlmə hər hansı bir problemlərin nəticəsində yaranmış itirilmiş funksiyaların bərpasına yönəlmiş bir müalicəvi prosesdir. Bu proses təkcə fiziki deyil, həmçinin sosial və psixoloji faktorlarda əhatə edir. Ümumiyyətlə, daha çox hansı pasiyentlər müraciət edir? Bizə ən çox müraciət edən pasiyentlərdə nevroloji xəstələrdir, ortopedik xəstələrdir, geriatrik xəstələrdir, hansı ki, yaşı daha çox olan xəstələr və pediatrik xəstələr. Uşaqlar bizə daha çox müraciət edir və onların müalicəsi bu mərkəzdə həyata keçirilir. Yəqin ki, uşaqlar qocalara, yaşlı nəslə nisbətən daha tez effekt verir. Bəli, təbii ki, canlı orqanizmin bərpası daha sürətli olduğu üçün pediatrik xəstələrdə daha tez nəticə əldə edilir. Fiziki məhdudiyyətli şəxslər müraciət edir. Onların bərpa prosesi necə baş verir? Yəni, daha çox hansı vaxt, hansı zaman kəsiyində nəticə almışsınız? Ümumi danışsaq, reabilitasiya nəticənin daha yüksək olması üçün, daha yaxşı olması üçün burada zaman faktorudur əsas. Biz xəstəliklərdə elə bir qızıl vaxt deyirik bizim üçün. Onlar əsasən kəskin mərhələdə başlayırıq müalicəyə, yəni erkən mərhələdə. Əgər xəstə, məsələn, reanimasiya şəraitindədirsə, əgər heç reabilitasiya, fizioterapiya heç bir ək göstərişi yoxdursa, biz müalicəyə başlayırıq, hətta yəni reanimasiya şəraitində. Amma belə ümumi götürsək isə o xəstəliklərə görə dəyişir. Amma nə qədər tez başlasaq, erkən başlasaq, nəticə tez əldə edə bilirik. Tez əldə edə bilərik. Vaqif, o zaman biz ümumiyyətlə müraciət necə olur, proses necə olur və hansı xəstələr müraciət etməlidir deyə bir məlumat xarakterli izləyicilərimizə məlumat verək. Müraciət, deməli, vətəndaşlarımız, yəni xəstələr şəxsiyyət vəsiqəsi ilə müraciət edirlər yeni klinikaya. Onlar ilk öncə əsas həkim müayinəsindən keçirlər, hansı ki, bu nevroloq ola bilər, travmatoloq ola bilər. Əgər həmin həkimlər uyğun görərsə, fizioterapiya və reabilitasiya göndəriş verirlər, məsləhət görürlər, sonra xəstə yaxınlaşır bizim şöbəyə, bizdə həkim müayinəsində olur, ona prosedurlar təyin olunur xəstəliyinə görə və biz həmin xəstələri elə həmin gündən başlayaraq müalicəyə alırıq. O zaman başlayaq, hansı avadanlıqlar var və hansı müalicə prosesində istifadə olunur, onlardan başlayaq. Bəli. Bizim avadanlıqlarımız həm elektroterapiya cihazlarımız var, həm də bildiyiniz kimi robotik cihazlarımız var. Elektroterapiya cihazlarından ultrasəs terapiyasıdır, lazer terapiyasıdır, maqnit terapiya, tekar terapiya, yəni bunlar ən müasir üsullardır, hansı biz onlardan istifadə edirik. Və robotik cihazlarımız var ki, onlar istər yuxarı ətrafların, istərsə də aşağı ətrafların reabilitasiyasında, bərpasında biz onları istifadə edirik. O zaman biz bir baxaq onlara. Buyurun, baxaq. Məlumatları da orada hansı ki, izləyicilərimizə çatdırarsınız. Vaqif, biz hal-hazırda yuxarı ətrafların reabilitasiyasındayıq. Bunun haqqında da bir məlumat alaq. Bəli. Bu cihaz BT şirkətinin istehsal etdiyi Gloria cihazıdır. Yuxarı ətrafların, daha dəqiq desək, əl barmaqlarının reabilitasiyasında istifadə olunan robotik sistemdir. Gördüyünüz kimi müxtəlif ölçüdə əlcəklər var, robotik əlcəklər. Həm yaşlılarda, həm uşaqlarda istifadə edə bilirik, müxtəlif ölçülərə sahibdirlər. Xəstələr həmin o əlcəkləri geyinir və cihaza qoşulurlar. Qoşulduqları zaman burada proqramlar vardır, hansı ki biz ilk mərhələdən də həmin xəstələri ara bilirik. Necə? Yəni, əl barmaqlarında heç bir hərəkət olmayan pasientlər.
pasiv şəkildə cihaz onların hərəkətini təmin edir. Növbəti mərhələdə əgər xəstədə müəyyən hərəkətlər yaranırsa, biz növbəti proqrama keçirik, hansı ki o aktiv dəstəkli proqramdır. Həm reabilitasiya proqramında, müalicə proqramında həm xəstənin dəstəyi olur, qatqısı olur, həm də robotik sistem xəstəyə kömək edir. Növbəti mərhələlərdə isə aktiv məşqlər keçirilir, hansı ki müalicə sıxıcı olmasın deyə, darıxdırıcı olmasın deyə oyunlar vardır. Həmin oyunlarla pasiyent əl barmaqlarının fizioloji hərəkətlərini icra edir. Vaqif, bu otaq çox maraqlıdır, çünki birbaşa idmançılara aid olan otaqlardan biridir. Daha çox onların istifadə edəcəyi deyək. Burada ilk olaraq nədən başlayırlar? Birinci təqdim etdiyim cihaz şiklkur cihazıdır. Əsasən idmançılarda istifadə edirik. Yanaşı kələbəyin travmaları almış pasiyentlərdə də biz bu cihazı istifadə edə bilirik. Onların son mərhələsində artıq. Hansı ki biz həmin pasiyentlərdə əzələ gücünü artıq bərpa eləmişik. Əzələ kütləsi yaxşıdır, yeriyə bilirlər. Sadəcə reaksiya qabiliyyətlərini yoxlamaq üçün, onların üstündə məşq etmək üçün bu cihazı istifadə edirik. Və bayaq da siz qeyd etdiyiniz kimi daha çox biz idmançılarda bu cihazı istifadə edirik. Nümunə çəkim istəyirsinizsə, məsələn bir idmançı zədələnibdir, qapıçıdır, futbolçudur, qapıçıdır. O buradan müxtəlif məşqlər biz ona verərək müxtəlif hərəkətləri icra edir. Hansı ki sağa getmək, sola, qabağa, arxaya istiqamətlənir, hərəkət edir və onun reaksiya qabiliyyəti artır. Müxtəlif hərəkətlər sayəsində. Hansı ki bu işarələrlə həm bura baxır, həm ora baxır, belə desək, balanslı şəkildə. Bəli, balanslı şəkildə. Monitordan elə bir komanda gəlir, əmr gəlir, o izləyərək, yəni vizual şəkildə izləyərək həmin o əmrləri, komandaları müxtəlif kvadratların içində icra edir, hərəkət edərək. Burada geri dönüş nə zaman olur? Burada biz dediyim kimi bu cihazı reabilitasiyanın əsasən son mərhələsində istifadə edirik. Əzələ kütləsi məsələn artması, əzələ gücünün artması daha tez bərpa olur. Amma koordinasiya məşqləridir, reaksiya məşqləridir. Bunlar biraz nisbətən gec bərpa olan bir mərhələdir. Ona görə də nə qədər erkən başlasaq ona da o qədər də tez nəticə əldə edə bilərik. Çox gözəl. Sevdim bu otağı. Təşəkkür. İndi təqdim etdiyim cihaz Grail cihazıdır. Mən buna robotik sistem deməzdim, hətta bir yerimə laboratoriyası deyərdim. Üstünlükləri, bizə qazandırdığı imkanları hədsiz çoxdur. Həm pasiyentləri müalicə edirik, həm onların yerişini analiz edirik, həm də nəticələri təhlil edə bilirik. Gördüyünüz kimi qaçış dolağından ibarətdir, askı sistemi və virtual reallığı, real həyat şəraitini simulyasiya edən 180 dərəcəlik monitordan ibarətdir. Hansı ki, koordinasiyası, müəyyən qədər yerimə qabiliyyəti, tarazlığı itmiş pasiyentlərin müalicəsində biz bu cihazı istifadə edirik. Onlara monitor sayəsində real həyat bir növ təqdim olunur. Onlar özlərini xəstəxananın daxilində yox, müalicə otağında yox, real həyatda hiss edirlər. Gördüyünüz kimi müxtəlif oyunlarla biz müalicə proseslərini davam etdiririk. Növbəti təqdim edəcəyim cihaz Tayromotion şirkətinin istehsal etdiyi elektro cihazıdır. Bu cihazla aşağı ətrafların reabilitasiyasında istifadə olunur. Xəstələrin ayağı platformalara bağlanır və onlar yerişi təmin edirlər. Əvvəlki təqdim etdiyim cihazdan fərqi ondan ibarətdir ki, həmin cihaz ilkin mərhələdə istifadə olunur. Xəstədə müəyyən hərəkət yaranandan sonra əzələ kütləsi və əzələ gücü artdıqdan sonra artıq bu aparata keçirik. İkinci mərhələdir xəstələrimizdə. Burada da həmçinin bayaq sadaladığım xəstəliklərin müalicəsində bu cihazı biz istifadə edirik.
Yeni dediyim kimi, burada da mı o önəmlidir, hansı ki, xəstəyə bağlıdır, pasiyentə bağlıdır? Məsəl üçün, elə xəstələr var ki, ilk gəldiyində biz bayaqki cihaza, lokomat cihazına uyğun görürük. Yəni, onun birinci mərhələsi lokomat cihazıdır. Amma xəstə də var ki, onun birinci mərhələsi elektro cihazıdır. Onun vəziyyəti daha yaxşıdır. Çünki bu cihazda dizonyalar daha sərbəstdir və bu cihaza qoşulmaq üçün pasiyent biraz daha sərbəst olmalıdır. Biz ora sırf pasiv pasiyentlər, yəni hərəkət heç olmayan pasiyentləri qoşa bilirik. Bunda isə müəyyən hərəkət varsa, müəyyən əzələ gücü varsa, həmin xəstələri bu cihaza qoşuruq. Ən tez geri dönüş aldığınız zaman tarifi nə zaman olub? Məsələn, bir ay ərzində nəticə almısınız? Ortalama, bir ay içində bir müəyyən dəyişikliklər görürük. Elə vaxt olur ki, elə xəstəliyin ümumi müalicə müddəti bir aydır. Yəni, bir aya tam bərpa eləyə bilərik, qismən bərpa eləyə bilərik. Amma hədəfimiz həmişə maksimum bərpadır ki, yəni ən qısa zamanda maksimum hədəfə çataq. Arabaya oturdum ilk an, mən ki, özümə qapanmışdım. Bayıra falan çıxmırdım arabayla. Amma sonra irəlilədikcə, cəmiyyət içində çıxdıqca özümə qapanmadım, bərpalara getdim, insanlarla ünsiyyət falan qurdum. Yəni, özümə gəldim də, arabaya öyrəşdim belə deyim. 50 insan olan insan üçün 50 arabası hara istəyirsən, oraya gedə bilərsən də. Yəni, biri var, bir dostu var deyəsən, dostu kömək eləsin sənə getməyə. Amma biri var ki, heç kimə möhtac olmuşsun, özün gedirsən də. İlk hissim çarəsizlik idi. Amma sonra, öyrəşdikdən sonra o hiss də getdi. Reabilitasiya ilk gün gəldim, yəni şokdaydım daha doğrusu ilk gün gələndə, belə insanların içində olmağa. Amma get-gedə insan öyrəşir. İnsanların ünsiyyət qurduqdan sonra insan öyrəşir. Şükür Allaha ki, indiyə kimi reabilitasiyam gedir. İrəliləyiş az da olsa var. İrəliləyiş yeriyiməkdə irəliləyiş olmasa da əsas əhval-ruhiyyədə irəliləyiş var. Lexo cihazı Lokomat Pro'dan sonraki dövrdə pasiyentlər müəyyən qədər diz kontrolunu inkişaf etdirdikdən sonra yeriyişin təlimində istifadə edilir. Eksoskeletal mexanizmə malikdir və yeriyişin simmetrik və effektiv şəkildə bərpasına kömək edir. İnsult sonraki pasiyentlərdə spinal kort yaralanmaları, beyin travmaları və hər tür nevroloji və ortopedi reabilitasiya zamanı yeriyişin bərpasında istifadə edilir. Evdə otururdum həmişə, yəni evdə nə qədər oturacam, nə qədər kitab oxuyacam deyirdim. Yəni dedim, reabilitasiyaya gedim, bərpa mərkəzinə gedim, orada insanlarla ünsiyyət falan qurum. Gəldim, indi yaxşıyam. Əhval-ruhiyyəm də yerində. Hər insanda olur, kömək eləməyəcək və ya qorxu hər insanda olar. Məndə də təbii ki də var idi, amma buranın kollektivi, buranın insanları insana qorxudan çəkindirir.
təbii ki də reabilitasiya davam etməyə ümid verir və edəcəm də daha doğrusu. Reabilitasiya gəlməsəydim, məncə peşman olardım. Mən Zaur Veysalov, Azərbaycan Boksçu İdman Federasiyasının idmançısı. Mən 8 ildir boksçu ilə məşğulam və miopatiya xəstəliyindən əziyyət çəkirəm. Boksçu idmanları məni dünyaya tanıtmaq, öz məhdudiyyətimi unutmaq və dövlətimin bayrağını beynəlxalq arenalarda qaldırmaq böyük bir şərəf. Bu günə kimi artıq 30-dan çox beynəlxalq yarışlarda olmuşam. Bu yarışlarda 2 qızıl, 3 bürünc medal qazanmışam. Əlbəttə ki, qızıl medal qazandırmaq mənim motivasiyamı artırır. Ölkəmə, dövlətimə, valideynlərimə özümü bir idmançı kimi, bir vətəndaş kimi sübut etməyə çalışıram. Biraz öncə bu cihaz haqqında izləyicilərimizə məlumat vermişdik. Həmçinin Zaurun reabilitasiyasında da bu cihazdan, yəni Lexo cihazından istifadə edirik. Bayaq da qeyd etdiyim kimi, bu cihaz əzələ zəifliyi, hərəkət məhdudiyyəti, yerimə qabiliyyəti itmiş xəstələrdə istifadə edirik. Zaurun da diaqnozu miopatiya xəstəliyidir. Miopatiya xəstəliyində bildiyimiz kimi əzələ zəifliyi olduğu üçün Zaurun müalicəsində bu cihazdan istifadə edirik. Zaur, özünü necə hiss Çox gözəl. Yaxşıdır vəziyyət? Yaxşıdır. Əla. Hər gün təlim məşqləri keçiririk. Ramana Reabilitasiya Mərkəzində gün ərzində 6 saat məşqlərimiz davam edir və çalışırıq ki, beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edək. Mən sonda Bayraqdar komandasına və Sibsi Sport əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Bizi unutmursunuz. Çox sağ olun. Növbəti cihazımız Simil cihazıdır. Simil cihazı Motek şirkətinin istehsalçısıdır. Bu şərt olaraq 3-cü mərhələmiz sayılır. Simil cihazında reaksiya, dinamik balans, tarazlıq və reaksiya məşqləri aparırıq. Həmin pasientlər yeriyə bilir, əzələ kütləsi yaxşıdır. Sadəcə onlarda reaksiya qabiliyyəti zəifləyir, dinamik balansı pozulmuş. Hansı ki, o pasientləri biz bu cihazda həmin xəstələri müalicə edirik. Cihazın üstünlüyü çoxdur. Ola bilməsiniz sadalayım. Məşqlər var burada, qaçış zolaqda gördüyümüz kimi. Müxtəlif maneələr gələ bilər ki, pasient həmin o maneələrdən yayınmalıdır. Belə deyək, sağdan keçməlidir, soldan keçməlidir və yanısa maneənin O ekranda görsənir və qaçış zolağında görsənir. Qaçış zolağında görsənir, bəli. Amma ekrandan pasient öz yerişini görə bilir. Kameralar var. Pasient öz yerişini görə bilir ki, qaməti düzdürmü və ya düz deyil. Biz sonra monitorinq aparırıq, nəticələri təhlil edirik ki, pasient tutaq ki, bu proqramda nə qədər yeridir, neçə dəqiqə yeridir, uğur faizi nə qədərdir, hansı ayağı daha çox yüklənibdir, simmetriyası düzgündürmü ya yox.
Yəni bu cihaz bizə o kimi dəyərləri təhlil etməyə imkan verir. Daha çox hansı müalicə prosesində istifadə olunur? Biz bu cihazda kəllə-beyin travmaları, insult kimi xəstələrin müalicəsində istifadə edirik. Çünki o xəstələrin böyük bir qismində beyinci hissəsi zədələndiyi üçün istər-istəməz onlarda koordinasiya, reaksiya, balans pozğunluqları yaranır. Və biz bu cihazda həmin xəstələrin müalicəsini yüksək səviyyədə təşkil edirik. Biz hal-hazırda ən maraqlı otaqlardan birindəyik. Belə desək, Milon otağında, Milon cihazlarının olduğu yer. Burada da kimlər, trenajyor sayılır bunlar? Bir növ desək bəli, bura siz qeyd etdiyiniz kimi xəstələrimizin, xüsusən də idmançı pasientlərimizin ən çox sevdiyi otaqlardan biridir. Çünki idmançılar məşq proqramlarında bu cihazlardan müəyyən qədər istifadə edirlər. Sadəcə bunun trenajyordakı cihazlardan fərqi odur ki, vizual olaraq düzdür, oxşuyur. Eyni kimi görünə bilər. Amma fərqləri çox böyükdür və üstünlüklərdir yəni bu fərqlər. Orada yüklər mexaniki verilir, müxtəlif çəki daşları asılır. Məsələn 10 kiloqram. Və idmançı ancaq o 10 kiloqramla məşq edir. Artıq orada əzələnin yorulması, enerji içkisi falan nəzərə alınmır. Amma bunlar belə də bir növ ağıllı sistem olduğu üçün bu cihazlar, onlar hiss edirlər artıq əzələnin gücündən və hərəkət qabiliyyətindən asılı olaraq hiss edirlər ki, artıq əzələ yorulubdur və enerji içki tükənmə üzrədir. Çəkini özü avtomatik olaraq azaldır. Biz 10 kilo qoysaq da belə müəyyən müddətdən sonra, məsəl üçün 20-ci təkrarda, 21-ci təkrarda artıq o yükü azaldır, 10 kiloqrama və ya 5 kiloqrama qədər sala bilər və ya idmançı pasiyentimiz və ya digər pasiyentlərimiz daha yaxşı elədikcə çəkini artırır. Və nəticələr təbii ki, yaddaşda qalır. Biz sonra onları ətraflı şəkildə analiz edirik, monitorinq edirik, təhlillər aparırıq və araşdırmalar edirik. Deməli, burada pasiyent özü istifadə edə bilər artıq siz bir təlim keçəndən sonra, yoxsa mütləq şəkildə yanında bir mütləq şəkildə yanında məsləhətçi olmalıdır? Bəli, düzdür. Müəyyən qədər müstəqil cihazdır, amma təbii ki, risk faktorları nəzərə alsa, mütləq bir həkim olmalıdır. Hansı ki, orada ayarlamalar var, onlara diqqət etmək lazımdır. Bəli, nə qədər ağlı sistem olsa da, təbii ki, yəni tibbi müdaxilə lazım olur. Vaqif, çox təşəkkür edirəm. Bugün bizə yeni robotik reabilitasiya mərkəzi haqqında geniş məlumat verdiyiniz üçün. Cihazlarla tanış olduq, izləyicilərimiz necə müraciət etmələrini məlumatlandırdıq və ən gözəl otaqda da istəyirəm bugün sizə təşəkkür edirəm.